Salam dostlar, hoş gördük sizləri. Mən bugün sizə Belçikanın Brüssel şəhərindən biraz bəzi yerləri göstərmək istədim. Çoxdandır ki biz yoxduq, sizinlə görüşmürdük. İnşallah yenidən görüşmək ümidi ilə. Bura Belçikanın mərkəzidir, Brüssel şəhəridir. İnsanların istirahət əyləncə yerlərini sizlərə, gəzib görməli yerlərini sizə göstərmək istədim. Maraqlı bir şəhərdir. Yəni ki, kimsə hara istəsiz rahatlıqla gedib gəlmək olar. Yəni internet varsa hər yerdə rahatlıqla gedə bilərsiniz. İnternetiniz varsa, yəni dil bilməsiniz belə gedib gəzib görə bilərsiniz buralığı. Çox fərqli, gözəl, köhnə bitkilər burada mərkəzi olan yerdir. İnsanları görürsünüz, turistlər də daha çoxdur. Hər kəs gəlib bu möhtəşəm gözəlliyi rəsmləşdirir, ölümsüzləşdirirlər özləri üçün. Yəni insanların istirahət yerlərini görürsünüz. Hər kəs anın, həyatın dadını çıxarır. Yəni bura belə deyim ki, mən bu Avropada ən çox istədiyim gəzməkdir. Yəni iş öz yerində, iş hər yerdə tapılır. Bu da mənim son bir klonla sonumdur. Çəkdiyim qabaq rəsmi olsun. Böyle istəklərinizi, şərhlərinizi görə bilərdim. Görüşmə ümidi ilə. Bu Belçika barədə mən çox da bilmirəm. Amma xoş təəssüratlar bağışladı. İnsanları da səmimi, gülər yüz idi. Bəyənlərinizi gözləyirəm. Təşəkkürlər.